Məncə, and içilib. Şah zamanında and içilmişdi, indi and içilib. Ki, Azərbaycanın 30 milyon milləti özlüğündən çıxmalıdır. Yəni, öz dilindən, öz musiqisindən, öz sazından, öz bayatılarından, öz kültüründən, öz varlığından, öz geçmişindən silkələməlidir. Və bu fastlaşmalıdır. Biz bunun qabağını dayanacaq. Biz and içmişik. İndi yox, illər boyudur. Şərəf və namusumuza. O, Ərsalan balamı da, Həmzə balamı da ailəmin hamısında. Mənətaylar çoxdur bu Təbrizdə. Qurban verəcəyik, bütün varlığımız qalsın. Yəni, biz yanmasaq, millətimizin varlığı yanacaq. Biz yanacaq ki, millətimizin varlığı yanmasın. Və bunlar çox çiçikdilər, bu istemarçılar ki, bizi uda bilərlər, bizi yiyə bilərlər. Və biz bunlarla ilqar bağlamışdır. Ağlaya-ağlaya hər bizdir. Şərəf və namusumuz üzərə and içirik. Biz sənin fədaini. Səni satan ən dəyərli varlıqların, şərəf və heysiyyətin satın olmayacaqdır. Və öldü var, öldü yox. Millətçiliğinin siyasi plana yükselip modern ve milli tarihimize giriş yolu bir ulu şahsiyetimizin iradesi ve vasıtasıyla olmuştur. O irade şahsiyet yalnız ve yalnız Profesör Doktor Mahmud Ali Şehreganlı olmuştur. Yaşasın Şehreganlı!
soruştu jurnalistlerin biri, prezident olmak istiyorsan mı? Dedim yok. Şerefsizim eğer Azerbaycan milletinin hükümetinde, hakimiyetinde, devletinde, meclisinde olan, hatta şahit olmak istemiyorum. Ben bir savaşçıyım, ben bir fedaiyim. Buna inanın.